Salam əziz dəyərli izləyicilər. Hər həftə olduğu kimi bürcləri sizə təqdim edirəm əzizlərim. Qız bürcü. Bax əzizlərim. Əziz qız bürcü. Bu həftə siz üçün kritik qərarlar, yeni fürsətlər ola biləcək. Həm iş yerində, həm işlə əlaqəli, həm şəxsi həyatınızda biraz diqqətli, planlı olmalısınız çalışıb bu həftə. Yüksək enerjiniz ola biləcək, lakin hər şeyə dərindən analiz edərək, dərindən analiz edərək yanaşın hər bir işinizə. İş həyatında yavaş-yavaş bəziləriniz parlayacaqsınız. Hətta bu həftə sizi yeni fürsətlər, yeni təkliflər, maraqlı layihələrlə qarşılaşa biləcəksiniz. Lakin unutmayın, detallara həddindən artıq, diqqətinizi, nəzərinizi verin. Sizə əsas bir əsas hədəfə doğru getdiyiniz yolu yayındıra bilər. Əsas hədəfdən sizi yayındıra bilər. Ona görə biraz diqqətli olun əzizlərim. Əgər iş yoldaşlarınızdan biri sizə gizli paxıllıq edirsə, bunu bax bu həftə siz hiss edəcəksiniz o kimdir. Lakin reaksiya vermək əvəzinə strategiyanızı biraz qurun. Bir də rəhbərlik işləyirsinizsə, rəhbərlik tərəfindən yeni bir təklif ala biləcəksiniz. Lakin imzalanmadan öncə hər şey 2 dəfə yoxlayın, 2 dəfə bir düşünün dərindən. Biraz maliyyə baxımından qənaətçi olun. Gözlənməz sizin bu həftə xərcləriniz çıxa biləcək. Önündəki günlər dəyişə biləcək. Xəyallarınız gerçəkləşməsilə gözəl gəlişmələr görsənir sizlər üçün. Bəzi işləriniz elə bir yavaş-yavaş gedir. Buna biraz narahatçılığınız var. Biri sizə qarşı yanlışlıq etmiş, lakin sizə tərəf gəlib öz səhvini düzəltməyi ilə əlaqəli üzr istəyə bilər əzizlərim. Acılarınızın sonuna gəlirsiniz. Sizi sıxıntıya salan, önünüzdəki günlərdə biraz səbirli addım atmağınız haqqında düşüncələr içində olacaqsınız. Haqqın olanı ala biləcəksiniz, ədalətli olacaqsınız. Birilərlə fikir ayrılığı olacaq aranızda, ya qarşındakı dediklərini yürütmək istəyə biləcək sizə. Hərdən oturub fikirləşirsiniz ki, nə etsəm yenə də haqsızlığa düşürəm. Lakin doğru yolu tapacaqsınız. İşbirliyi, ailənizlə işbirliyi edə bilərsiniz və ya tanıdığınız birilərlə işbirliyiniz ola bilər. Bir şeylərin diqqətini çəkəcəksiniz. Dostluq, yoldaşlıq, ortada bir sevgiyə çevrilə bilər əzizlərim bəzilərinizdə. İnciklik, küskünlük varsa da yavaş-yavaş düzəlməyə doğru gedəcək. Gələn gözəl qismətlər var. Əzizim, bax, bəziləriniz 3 ildir ki, bir sıxıntıdasınız, elə bir sıxıntı keçirirsiniz. Lakin o sıxıntıdan qutaracaqsınız yavaş-yavaş, çünki önünüz açılır artıq. Gözəl qərarlar verəcəksiniz. Dərdinizi birilərinə anlada bilmirsiniz. Qarşındakı elə bir anlamır. Sizin sevinç göz yaşınız ola biləcək. Biriləri mənfəət gözləyən biriləri, sizdən çıxarı olan, gözləyən biriləri, o insandan bax bilib uzaq duracaqsınız, uzaqlaşacaqsınız. Yeni bir dönəmə addım atırsınız. Çıxış yolu hər bir işdə axtaracaqsınız. Ətrafınızda pis niyyətli insanlara biraz diqqət edin. Ruhən güclü bir insan sizə tərəf yönəlir əzizim, sizə tərəf gələ biləcək. Biraz bu həftə soyuqqanlı olun, çalışın. İşlərinizdə tələsməyin. Biraz səbr edərək, hər addımınızı düşünərək. Bu həftə münasibətlər, sevgi münasibətlərinizdə elə bir qərarlar vermək üçün uyğun bir həftə ola bilər bəzilərinizə. Əgər münasibətiniz varsa da bəzi məqamlarda anlayışlı olmalısınız çalışıb bu həftə. Sevdiyiniz insanın bəzi gizli narahatlıqları ola bilər, sizdən kömək gözləyə bilər. Tənha olan qız bürcləri isə yeni bir insanla tanış ola biləcəksiniz. Lakin bu münasibətin uzun müddətli olub olmayacağını anlamaq üçün tələsməməlisiniz çalışıb. Keçmişdə etdiyiniz səhvləri təkrarlamamaq üçün bu dəfə daha da elə bir diqqətli olacaqsınız. Əgər
yəni problemlərinizdə, yəni münasibətlərinizdə üzr istəyirəm, problem varsa, çalışın ki, qarşı tərəflə və ya ailə içində bir probleminiz varsa danışaraq, ünsiyyət, açıq ünsiyyət edərək qorxularınızı, ehtiyaclarınızı belə paylaşsanız çox yaxşı olar əzizlərim. Bax, bu həftə dostlarla, ailə ilə bağlı maraqlı hadisələr yaşanacaq. Uzun müddətdir danışmadığınız biriləri sizə gözlənilməz bir mesaj göndərə biləcək. Münasibətlərdən uzaq durmaq çalışın. Ailə içində bəzi, yəni münasibət necə, üzr istəyirəm, yəni ortada bəzi mübahisələr ola bilər, münaqişələr ola bilər. Bax, ailə içində ondan biraz çalışın, uzaq olun. Yəni bacı qardaşa, ana, valideyn övladla, ər arvadla, yəni bəzi münaqişələr ola bilər. Xüsusilə valideyninizlə də ola bilər və yaxın qohumlarınızla gərgin, çox gərgin söhbətlər gedə bilər. Ona görə biraz diqqət edin əzizlərim. Bax, burada bəzən sizin içinizdə bəzi şübhələr sizi incidir, sıxır. Əgər içinizdə, yəni şübhələriniz varsa da əzizlərim, yəni dostluqla əlaqəli, yəni dostunuzun səmimiyyətinə şübhəniz varsa, bu həftə bütün həqiqətlər, gerçəklər ortaya çıxa biləcək. Yəni qərarınızı da ona uyğun verəcəksiniz. Kiminsə sizə təsir etməsinə icazə verməyin. Yəni sizin sakitliyinizi pozmağa çalışan insanlardan çalışın ki, biraz da uzaq durun. Bəziləriniz çox şey sıfırdan başlamaq istəyəcəksiniz. Yeni şeylər kəşf edə biləcəksiniz. Biriləri evə quş almaq istəyəcək, övladınız üçün, bəlkə də nəvəniz üçün almaq istəyəcəksiniz. Yanlış insanlara çox dəyər verdiniz. Sevgi həyatında da yanlış insanlardan da çox yoruldunuz. Bax, əkizlər, ailə içində varsa əkizlər, qoç, oxatanla bir sıxıntı yaşana bilər. Dolça bürcünə də biraz sıxıntılar yaşana bilər. Və ya dolçanla buğanan qız, bir də oğlaqla, əqrəblə bir karyera işinə, işbirliyi edə bilərsiniz. Bax, əqrəb, balıqlar, xərçəng bürcünə də gözəl bir sevgi gələ bilər qarşınıza əzizlərim. Bax, burada bir buğa bürcünə bir işbirliyi və ya bir sevgi də, oğlaqdan da, buğadan da sizə bir sevgi təklifi gələ bilər və siz ona sevgi təklifi edə bilərsiniz. Hədiyyəniz ola biləcək. Evlə əlaqəli bir yenilənmək, bir dəyişiklik, bir təmir işləri ola biləcək. Ev qazalarına bu həftə diqqət edin əzizim. Əlinizdən biraz pul miqdarı çıxacaq. Diqqətli olun, aldanmağa diqqətli olun. Allana bilərsiniz. Bax, yenə deyirəm ki, biraz diqqət edin. Biraz özünüzə qapana bilərsiniz. 23-də, 30-unda, ayın 30-unda yarım qalmış işlərinizi tamamlaya bilərsiniz bəziləriniz. Göz aydınlığı ola biləcək, olmaz dediyiniz olacaq əzizlərim. Zəfər sizinlə ola biləcək, xeyirli işləriniz olacaq yavaş-yavaş. Əngəliniz varsa da yavaş-yavaş əngəliniz gedərək 24-də önəmli fürsətiniz ola bilər bəzinizdə. Bəzi şeylərin tədbirini də almağı bacarın. H, S, E hərfi arxanızdan danışıqlar apardığını biləcəksiniz əzizlərim. Bax, biraz sağlığınıza bu həftə enerjiniz yüksək olsa da biraz stresə, yorğunluğu hiss edə biləcəksiniz. Bir də ağciyərlə, nəfəs almaqla, yəni biraz diqqətli olun, özünüzə fikir verin. Xüsusilə yuxu problemləriniz yaşaya bilərsiniz. Uzun müddətdə elə bir idmanla məşğul olmaq istəyirsiniz. İndi bunun üçün gözəl bir zamandır sizlər üçün əzizlərim. Bax, ayaqlarınızda da sıxıntılar, ağrılar ola bilər. Bir qadın dəstək verə biləcək, fərəhlənəcəksiniz. Uzaq məsafəli görüşləriniz ola biləcək. Bir məsələn əlaqəli son nöqtəni qoya biləcəksiniz yeni başlanğıc etmək üçün. 2 fərqli diləyiniz varsa da olacaq Allahın köməkliyi ilə. 2 müjdəniz olacaq sizə. Bir layihə üzərində çalışacaqsınız, bitirmək istəyəcəksiniz, qayğılar içindəsiniz biraz. Birilərindən ayrılmaq mı qərarı alırsınız? Yanlış anlaşmalar, düz ayrılmaq istəmirsiniz. Ona görə də bir nöqtəyə gələcəksiniz. Yəni, dil taparaq birləşə bilərsiniz yenidən. Bir-birinizlə ola bilərsiniz yaxın. Yəni, xəbərlər olacaq. Görmək üçün önünüzü, zehninizi açıq edəcəksiniz. Həyatınıza bir dəyişim etmək istəyirsiniz. Qardaşdımı, bacıdımı, qarşı-qarşıya gələ bilərsiniz. Biraz diqqətli olun. 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 Biraz diqqətli olun.
Bir ortaklığı sonlandıracaqsınız. Bir ortaklığı bitirəcəksiniz. Çox düşündünüz. Birilərindən kaş ki ayrılmazdım deyirsiniz. Birinin sevgisi yarım qalmış, dedikodular, iş yerində biraz sakitçiliklər yaratmaq istəyəcəksiniz. Çünki işinizdə biraz qarma-qarışıq ola bilər, arxanızdan vurmaq istəyənlər ola bilər, sizi şərə salmaq istəyən biriləri ola bilər. Biraz ona diqqət edin. Ailədə xəstəniz varsa da biraz yəni onunla ilgilənmək istəyəcəksiniz və ya özünüz xəstəsinizsə də və ya sizdən dəstək, kömək istəyə də bilər. Uzaq ölkədə olan ailəndən biriləri, bəlkə də özünüzsünüzdə bir vətəndaşlıqla alacaqsınız və ya bir sənətlə məşğul olacaqsınız. Biriləri ikinci evliliyə yəni imza ata biləcək. Hər kəsə köməyiniz deyir, tək özünüzə köməyiniz deyə bilmir. Xarici ölkə ilə ya başqa şəhər, başqa ölkə ilə bir işiniz ola bilər. Çox mərhəmətiniz var əzizlərim. Çox yaxşılıqlar edirsiniz. Üstünü bağladığınız bəzi mövzular var ki, onlar həll edəcəksiniz. Həyatınızda bax gözəl gəlişmələr olacaq. Bir şeylər eşidib şok ola bilərsiniz. Uğursuz günlərinizi yola salacaqsınız. İmza atırsınız bir mülkiyyətlə əlaqəli. Bir sözünüzü heç kimə demirsiniz. Çünki vaxtıkən dediniz, dosta, tanışa söylədiniz, axırda zərərini siz çəkdiniz. Axırda zərbə ilə qarşı-qarşıya qaldınız, çıxa bilmədiniz o zorluqlardan. Artıq heç kimə dəstək olmayacağam, heç kimə dəstək verməyəcəm düşünürsünüz. Mədə bağırsaq problemi birindən ola bilər. Bu günə qədər çarəsizlik varsa da artıq bu çarəsizlik gedir, gözəl təkliflər gəlir. Birilərlə qarşılıqlı söhbətiniz ola biləcək, hədəflərinizi böyütmək istəyəcəksiniz. Son sözünüzü deyə biləcəksiniz. Gözlədiyiniz xəbər ya mesaj alırsınız, liderliyinizi əlinizə alırsınız. Bax, sevgi həyatınızda sevdiyiniz insanla sizin qarşınızda və ya həyat yoldaşınla ər-arvad arasında aranı qarışdıran bəzi ilanlar var. Siz də özünüzə yol axtarırsınız elə bir. Yəni, bu insanların sizin ailəyə qarışdırmaq istəyir. Amma onu inşallah ki, bacarmayacaqlar. Bəzi şeyləri zamana buraxdınız. Üstünü örtdüyünüz, üstü örtülü olan bəzi məsələlər oldu həyatınızda. Artıq haqsızlığın bədəlini ödətdirəcəksiniz. Birilərini Allaha həvalə etdiniz, əzizlərim. Həyatınızda inanın elə bir tarix çox şeyləri təkrarlaya bilər həyatınızda. Dəqiq qərarlar verəcəksiniz. Bir yolu getmək üçün elə bir çox dəqiq qərarlar verəcəksiniz. Bax əzizlərim, insanları elə bir artıq kontrol edə bilmirsiniz. Həyatınızdan keyf almaq istəyirsiniz, yaşamaq istəyirsiniz. Biraz başınız qarışıq kimidir bəzilərinizin, çox yoruldunuz. Dərd anası kimi hamısının dərdini çəkdiniz, mücadilələr etdiniz. Yəni, özünüzü yordunuz çox boş işlərlə əlaqəli. Artıq bitirirsiniz, artıq kimin nə halı varsa görsün deyirsiniz. Bəziniz, bax burada 18-20 illik evliliyin bitirmiş, yeni həyat qurmağı düşünür. Ruhu cavan, amma baxanda belə baxırsan ki, elə bir özünə baxır ki, yaşlandım, mən tez yaşlandım. Bəziləriniz yoxluğunuzla, yoxsulluğunuzla, düşüncələriniz, yəni maddi, mənəvi çətinlikləriniz, bəziləriniz sevgi həyatla, bəziləriniz evliliklə biraz sıxıntılar keçirirsiniz. Yəni, amma hər kəsə şəfa verdiniz siz. Lakin özünüz ağır sınaqlardan çıxırsınız, hələ də çıxırsınız da əzizlərim. Yeni başlanğıclarınız ola biləcək, anlaşmalarınız ola biləcək, önəmli gəlişmələriniz sizi sevindirsin. Ədalət istəyirsiniz, ədalətiniz gələcək qarşınıza. Vaxtıkən bir oğurluq olmuş və ya aldadılmışsınız həyatınızda. Başqalarının fikirlərini, düşüncələrini də, yəni başqa insanları da öz xoşluğunu, yəni gözəlliyinizlə, danışıq məntiqinizlə özünüzə tərəf çəkə biləcəksiniz. Bəziləriniz kilonuzla məşğul olacaqsınız. Yəni kilonuz sizi narahat edə bilər. Sənətinizlə bir yenilik etmək istəyəcəksiniz, qabağa doğru gedəcəksiniz, həyatınıza rəng qatacaqsınız. Bir yol, bir səyahətə getmək yolunuz var elə bir. Bax, böyrəklə əlaqəli problem ola bilər. Biraz çalışın su için.
Əsəblərinizi sakitləşdirmək üçün biraz meditasiyalar edin. Çünki əsəbi ola bilərsiniz. Baş ağrı, boyun ağrı, gərginliyi yaşaya bilərsiniz bu həftə. Buna görə də gündəlik rejiminizi balanslaşdırmağa çalışın əzizlərim. Bu həftə özünüzə çalışın, vaxt ayırın, həyat tərzinizi balanslaşdırıb rahatlanma yollarını axtaracaqsınız. Sizin üçün yeni başlanğıclar önəmli qərarlarla dolu olacaq bu həftə. Amma hər şeyi analitik yanaşsaz, tələsmədən hərəkət etməlisiniz ki, sizin xeyrinizə olsun. Gözlənilməz hadisələr sizi çaşdırmasın, çünki siz artıq planlı, ağıllı qərarlar vermək gücünə maliksiniz, inanın. Çox əziyyətlər çəkdiniz, ruzi tərəfdən əziyyət çəkirsiniz, biraz işinizdə durğunluq, müştərilərlə işləyirsiniz, amma durğunluq var. Bu durğunluq yavaş-yavaş keçib gedəcək, tez nəzərlənirsiniz, tez elə bir, yəni, diqqət mərkəzində tez olursunuz əzizlərim. Bax, biraz ona görə də diqqət edin. Evdə də ailənlə yola getməməzlik. Artıq o qədər yoruldunuz ki, hərdən deyirsiniz bir yer olsaydı, gedib sakitcə oturardım, başım dinç, qulağım dinç, sakit olardım. O qədər yoruldunuz ki, tənbəl həyat yoldaşındanmı, evin içində və ya bəlkə də övladındır, tənbəlliyi var, işləməklə arası yoxdur. Elə dir, gətir yiyin, bax belə sizi artıq yorur. Artıq o insanla üz-üzə gəlməyə belə narahatçılığınız var əzizlərim. Yavaş-yavaş işiniz yaxşıya doğru gedəcək. Çalışın ki, bax, zikirlər deyin, rituallar, dualar, bax bunları edin ki, rozunuz biraz durğunluğu var, rozunuz artsın, biraz da üzərinizdə ağırlıqlar var. Dəstəyinizə görə var olun, sağ olun əzizlərim.